Hamınıza salam dostlar, mən Brekba. Bugün ilk dəfədir video çəkirəm və ilk videom Roblox videosudur. İndi sizinlə birlikdə gördüyünüz kimi Fishing Simulator adında bir oyun oynayacağıq. Oyun haqqında heç bir məlumatım yoxdur. Bugün sizlərlə birlikdə nə baş verəcəyini, nə edəcəyimizi öyrənəcəm. Yəni mənim heç nədən xəbərsiz bir adamam və oyuna girdim. Neyse, indi bura belədir gördüyünüz kimi. Burada mənim diqqətimi çəkən bir şey oldu. Burada bir dənə ev var və Rodney'in evi deyil. Rodney əmi kimdir heç bir məlumatım yoxdur. Gəlin açaq baxaq. Aça bastım. Girdik Rodney əminin evinə. Rodney əminin evinə baxaq nələr var. Sandıq var. Aha, pul gəldi. Oh my god. Burada neyse uşaqlar, biz gerçəkləşək. Bu oyunu mən neçə ayda oynayıram. Yəni bilirəm bu oyunu. Bilməmişim elədim, zarafat elədim. Neyse, gördüyünüz kimi də hətta yuxarıda 3000 K, 3K, nə bilim nə K pulum var və 10-cu səviyyədəyim. Burada uşaqlar, nə edəcəyimi sizə deyirəm. Burada balıq tutacağıq. Aha, balıq tutacağıq. Görürsünüz, qəşəng bir oyundur ki. Burada balıq tutacağıq, sonra pul qazanacağıq, sonra ev alacağıq ki, burada belə yetim kimi qalmayaq. Neyse, gedək biz. Buradan hemen bizim gördüğünüz gibi balık tutan şeyimiz var. Adını unuttum ama neyse, balık tutan diyeyim ben buna. Alırsınız belə uşaqlar. Ondan sonra dənizin ən dibinə atırsınız. Ən dibinə. Şaka maka atırsınız dənizə. Ondan sonra gözləyirsiniz. Ondan sonra baxın, indi köpüklər çıxacaq. Çıxmır. Aha, çıxdı. İndi vırdıq. Aha, gec oldu uşaqlar, özür dilərim. Yenə eləyirəm. Gözləyirəm. Köpük çıxsın. Biraz oyun donur, hə. İndi gördüyünüz kimi belə bir şey var. Burada yaşılda durmalıdır bu ağ xət. Aha, ağ xət yaşılda durmalıdır. Gözləyirəm belə. Və balıq gələcək. Çox pis balıqdır. Mən hiss eləyirəm. Baxın, gördüyünüz kimi klassik balıq gəldi. Necə hiss elədim, gördünüz yəni. O qədər çox balıq tutmuşam ki, 40 ildə balıq işləyirəm. 68 yaşım var. 28 yaşımdan balıqçı işləyirəm. Bu da mənim haqqında bir məlumat. Soruşmayın ki, niyə 68 yaşında belə çəhrayı bir qulaqçığım var. Oh my god, bu çox qəşəng balıqdır. Çünki sürətlidir. Görəsiniz, baxın. Mənim şansımı gördünüz də, bəxtimi gördünüz, necə bəxtim var. Neyse, yenə eləyək, ataq. Qəşəng balıq olanda tutanmadım. Biraz heyecanlıyım videoda. Bax, çox pis balıqdır məsələn. Bu yavaşlıq nədir yəni? Əgər yavaşlıqsa pis balıqdır, sürətlidirsə bombastik bir balıqdır. Sizə bir taktik deyə bilmirdiniz. Yəni bilməyən, mən niyə tutamıram? Uşaqlar heyecanlandım və videodayım deyə üzülürsən. Neyse. Uşaqlar, biz bu balıqları tutandan sonra satacağıq, onu dedim. Bir dənə satıcı var, əmi, balıqçı əmi. O amma mənim kimi balıq tutmur. Balıqlar götürür, pul qazanır. Elə bunlar gedir, işi yoxdur, yəni balıq götürür, sadəcə pul qazanır, sonra evdə gedir balığı kəsir, yeyir. Aha, aldım. Gördüyünüz kimi nə qədər pis balıqdır. Yenə ataq, dənizin dibinə atdım. Dib dedi, burada doğrudan. Mən ora atdım, amma bura gəldi. Məntiq səviyyəsi. Bu da ki, o qədər də yavaş deyil. Yəqin sarı balıqdır, bilmirəm. Səhv də deyə bilərəm, yəni. Heç bir məlumatım yoxdur. Var. Mən niyə həmişə bu söz deyirəm? Dedim də sarı balıqda. Gördünüz. İndi bunu da yenə atıram. Evet. Aha. Bunu aldım. Tuturam. Uyda. İkinci aldığımız balıq çox böyükdür. Hətta böyük yazılıb mavi rəngi ilə. Hətta 263 yazılıb altda. Yəni çox böyükdür. İndi sizə boyunu göstərəcəm nə qədərdir. Məndən belə böyükdür. Yəni əgər mənim 68 yaş varsa, onda 46 yaş var. Oh my god. Balıq məndən yekədir. Bunu balıqçı əmi evdə bir ay yeyəcək edəsin. Bir ay nədə? Bir il də yeyə bilər əslində. Nəsə, gedib balıqçı əmimizə sataq bunu. Gedək. Buranın məqsədi bilirsiniz nədir? Balıq satırsınız, sonra gedirsiniz, balıq alırsınız, daha doğrusu balıq tutursunuz, sonra gedib əmiyə verirsiniz. Sonra pul qazanaraq, pul birikdirib gedib qayıq alırsınız, sonra qayıqla fərqli adalara gedib xəzinələr tapırsınız. Olay budur. Anladınız? Burada piknik eləyək. Mən biraz acdım. Biraz balıq yeyək. Biz bəlkə bu balığı yeyək. Neyse, boş verin, gedək. Biz balıqçı əmimizə çataq. Sizə balıqçı əmimi göstərəcəm. Adı nə olsun?
adı Jastir də adı. Chester, nədirsə. Amma biz Azərbaycanlı adı qoyaq. Məsələn, Bayandur. Bayandur əmi. Mənə deyir dəyərli şeyim var. Əlbəttə var təbii ki. Hər şeyi sat deyəcəm. Sat. Təşəkkürlər. Baxın, pul gəldi. Çox sağ ol Bayandur əmi. Sən nəysə, tarix dərsinə girməyə qədər. Qayıq alaq görəsən, yoxsa biraz da balıq tutaq. Düşüncələr. Düşündüm ki, balıq alaq. Balıq deyirəm, üzürlüsən, qayıq. Girək baxaq, ala bilirikmi? Pulumuz varmı? Bura, tamam. Konuşuyoruz. Evet dedim. Baxaq necə qayıqlar var. Bu 2400'dür. Mənim isə 3500k. Daha doğrusu 3500 pulum var. Yəni mənə bunun pulunu satır. Amma çox keyfiyyətsizdir. Hətta healthy, yəni sağlıq açısı 100-dən 300-ə qədər. Yəni çox pisdir. Və sürəti də 15-30-dur. Çox pisdir. Mən bunu almaq istəyirəm. Bunun healthy'si normaldır. Normal deyil əslində. Speedi də normaldır. Yəni bizə görə, biz yaşlıyıq deyə bizə görə normaldır. 7000 az. Oyda bu qayıq, bir qayıq 7000 olanmaz da əmi. Bu əminin adı nə olsun? Bu əminin adı olmasın. Adsız əmi. Bu da adsız əmidir. Yəni biz gedək. Balıq tutaq. Ay, səsimə də oldu. Bismillah. Düzəltdim səsimi. Balığı buradan tutmağa qərar verdim. Burada çox qəşəng balıq olacağını düşünmürəm. Düşünün, buradan köpək balığı gəlir. Oyda nə qəşəng olaraq. Neyse, basaq. Çox sürətlidir. Ciddisən? Burada necə sürətli? Qəşəng balıq. Sürətli yox, yəni qəşəng balıq ola bilər. Allahım. Hansı balıq olduğunu təxmin etdim. Şeydir bu. Adını unuttum. Yemin edirəm pişik balığı. Buna pişik balığı deyir. Yəni türklər kedi balığı deyir. Onda da bizdə pişik balıqdır. Ayda, amma bu çox şirin heyvandır. Mən bunu doğrudan həyatda görmüşəm. Zooparkda görərsiniz. Çox şirin heyvandır. Bu biraz ruha oxşuyur. Amma gəlin bu balığı şeyə sataq. Bayandur əmiyə. Bayandur əmi. Bayandur əmi, bunu sata bilərsiniz. Əlbəttə. 162 pul gəldi. Biz bayaq 3 dənə balıqdan 68 pul qazanmışdıq. İndi bir dənə balıqdan 168 pul qazandıq. Onun həmişə burada tutacağım. Yıxılacağım. Yenə buradan tuturam. Hara getdi bu? Bu hara getdi? Nəysə, boş verin. Çöpü çıx. Səhv yerə atmışam mən. Təzdən ataq. Buralara attım gördüyünüz kimi. Baxırıq. Bu nədir? Bu nədir? Bax, almayacağım. Gördüsünüz balıqdır. Birinci aldığımız balıqdır. Çox pis. Belə şey olmaz. Bunu ataq. Allah. Qəşəng. Yəni, o qədər qəşəng deyil. Məsələn, pişik balığı çıxanmaz buradan. %100 deyirəm. %100. O pişik balığının adı var idi. Mənim yadımdan çıxdı. Nəysə. Bunu gözləməkdən 69 yaşıma girəcəm. Bunu deyirəm, Tuna. Bu balığın adı Tunadır. Mən bu çoxsu baxım böyükdür. Yox, küçükmüş. Bunun adı Tunadır. Çox yaxşı balıqdır. Baxın, belə o narıncı şey var, süzgəc yox, süzgəcdir bu yuxarısındakı şey var. Onu yeyəndə belə boğazınıza batır, çox qəşəng olur. Ona görə mən onu sevirəm. Nəysə. Mən bura atıram, bu ora gedir. Nəysə. Dənizə düşdü də, taktiği tapdım uşaqlar. Əgər bu oyunu oynayırsınız da buralardan tutun. Gördüyünüz kimi yenə bir tuna gəlir məncə, ya da kedi balığı olanmaz. Bu tunadır, tuna. Mavi tuna. Amma şeydir məncə. Gəlin bu tuna ilə birlikdə bu pişik balığını sataq görək. Bayandur əmi. Efendim yavrum. Xəbərim var. Dəyərlidir. Dünya dəyərlisi var. Ay bu xətə atır. 255. Çox qəşəng. Bizə pişik balığı oğul gətirdi. Daha doğrusu bura oğul gətirdi. Daha doğrusu video çəkməm oğul gətirdi. Daha doğrusu mənim bu oyuna başlamam oğul gətirdi. Daha doğrusu neysə. Bu hara atıldı? Tezdən ataq. Yenə bura atdım. Yəni belə bir saçmaq yoxdur. Dənizin burasından necə qəşəng balıq çıxa bilər? Məsələn, neysə bir dənə pis balığımız olsun. Heç nə olmaz. Bunu gözləməkdən 69 yaşım yox, 69-a bayaq girdim. İndi 70 yaşım oldu ya Allah haqqı. Yəni. Gördüyünüz kimi mükəmməl balıq gəldi. Yəni görürsünüz mükəmməldir.
Burada bizim elmasımız yoxdur. Elmas oradan alınır. Amma biz nəzərdəydi. Siz nəzər saldınız buna. Baxın. Gördünüz, qəşəng balıq gəlmir bu dəqiqə. Niyə? Mənim çantamda 3 şey var. Hə. Bir dənə də şey var. Yadıma zımra. Dayan, bunun adı nə idi? Yəni dayandıra bilərsən. Hə, bilənmiş çubuq. Bunu belə dənizə atıb balıq yaxalayırsan, bu çox çətindir. Çünki bir dənə balıq tapmalıyıq, amma bu çox çətin. Ona görə biz olta ilə, taxta oltamızdan davam eləyək. Balıq tutamımızdan davam eləyək. Buradan alaq bunu. Ondan sonra bunu belə eləyək. Belə eləyək. Məncə bu balıq çox pisdir. Gəlin qəşəng balıq tapaq. Sonra onu sataq və videonu bitirək. Çünki ilk videom biraz qəribə. Bu hara düşür? Nəysə. Çox pis balıqdır. Qəşəng balığa qədər eləyəcəm. Aha, yenə eləyirəm. Eləyirəm. Çox qəşəng də deyil. Nə idi o? Görmədim. Gördünüzsə kommentlərdə yazın da, yorumlarda. Nə balığı idi? Tuna idi. Tuna olmaz. Bu çox pisdir. Uşaqlar, Roblox istəmir ki, video bağlansın. Ona görə qəşəng balıq vermir. Biraz bura gedək. Burada ataq. Hə. Bura atıram. Gözləyək, köpük. Qəşəkdir. Baxın, qəşəkdir. Yəni, tunadır məncə. Bilmirəm, sarı balıq da ola bilər. Hə, deyəsən sarıdır bu. Sarı pisdir axı. Yəni, normaldır. Nice. Tunadır. Tamam, tuna qəşəkdir onsuz da. Gedək Bayandur əminin yanına. Bayandur əmi indi necə yaşayır? Uyda. Bu dəqiqə Bayandur əmi necə yaşayır? Bayandur əmi siz necə yaşıyorsunuz? Neyse, bu dəqiqə hesablayamarım. Neyse, bunu satım. Bayandur əmi buyurun. Var. Tuna sevirsiniz. Alabalığımız da var. Satdıq uşaqlar. Bu şəkildəydi. Bu cünslər birlikdə 600 pul qazandıq. 3500 idi oyuna girəndə. İndi də 4100-dür. Və 15 səviyyə olduq. Yəni bir səviyyə atladıq və 733 olduq. 3390 olmalı səviyyə atlamamız üçün. Bu videomuz bu şəkildəydi. Umarım əylənmişsinizdir. İlk videom idi. Ona görə bilmirəm necə idi. Amma umarım bəyənmişsinizdir. Nə olar kanala abunə olun. Yəni əyləncəli çəkməyə çalışıram. İnşallah bəyənərsiniz. Sağ olun. Videoma like atmağı unutmayın, abunə olmağı da unutmayın. Çünki çox əmək verirəm. Çox like gəlsə bu videoların davamı gələcək. Sağ salamat qalın.